Salam aleyküm dostlar. Dostlar, həvəskar şair bir şeirində deyir ki, nə dedin yadıva unutdu məni? Nə dedin yadıva unutdu məni? Hansı əməlimi misal gətirdi? Sən mənim ömrümü dağıdıb getdin, özgələr ömrümə vüsal gətirdi. Dünən qərar verib ayrıldım məndən. Dünən qərar verib ayrıldım məndən. Görəm mənsiz evdə necə yatmısan. Mən çöldə qaldım. Eşitdim ki, sən evində rahat bir gecə yatmısan. Mən səni başqa cür sevirdim gülüm. Mən səni başqa cür sevirdim gülüm. Gülüşün mənim üçün ziyafət idi. Müqəddəs bir yerdə tapmışdım səndə. Sənli yuxularım ziyarət idi. Bircə sözümü də iki etmədim. Sözüm vacib oldu, xahişin əmr. İndi hardan tapım ürək ustası? Dağılmış ürəyi eləsin təmir. Arada özümdə günah gəzirəm. Arada özümdə günah gəzirəm. Nə elədim, nə etdim, nə səbəb oldu? İlk başda mülayim, mehriban idi. Ayrılıq yaradan əsəb nə oldu? Mən heç nə bilmirəm. Mən heç nə bilmirəm. Tək bildiyim şey ayrılıq qərarı kaşdan yaranır. Öyrətmək olmasın bil bunu sevgi, otun altındakı daşdan yaranır. Son dəfə yuxuda göz yaşı tökdüm. Son dəfə yuxuda göz yaşı tökdüm. Bilməzdim ayrılıq işarətiymiş. Son sözün qəlbimi elə yardı ki, gördüyüm ən ağır kütalət imiş. Gördüyüm ən ağır kütalət imiş. Sağ olun dostlar.